mən bu sərgidə iştirak edirəm, öz universitetimi də təmsil edirəm və belə bir şey də deyim ki, hər bir sərgidən sonra biz işləməyə aktiv başlayırıq bu ölkələrlə və nəticə də verilir. İlk öncə də bu çox yaxşı bir platformadır ki, universitetlər bir-birini tanısın və bu ölkənin orta məktəblərində və universitetlərdə özümüzü tanıtdırmağa yaxşı bir şansdır. Öz universitetini təmsil eləmək və öz universitetin hər bir advantajını, yəni müsbət tərəflərini demək mənim üçün çox bir qürur duyucu bir hissdir. Сегодняшняя выставка очень классная, тут очень много разнообразных вещей. Нам презентовали сегодня разные университеты и факультеты. Я считаю, что все классно. Sərgidə iştirak doğrudan da çox maraqlı bir təcrübə oldu. Qazaxıstanlı məktəblilərin və tələbələrin stendimizə böyük marağını gördük. Ümumiyyətlə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin son dövrlərdə həm beynəlxalq reytinqlərdə, həm də yerli müstəvidə əldə elədiyi uğurları nəzərə alsaq, Qazaxıstanlı gənclər üçün də burada təhsil almaq böyük bir şans olacaq deyə düşünürəm. Universitetimizi Almatı şəhərində, Qazaxıstanda təmsil edilməyimə görə çox xoşbəxtəm. Burada öz mədəniyyətimizi, öz adət-ənənələrimizi Qazaxıstan xalqına təmsil elədik və onlarla da birlikdə xoş bir təəssüratlarımız və mühasibələrimizi yaşadıq. Today I saw the exhibition of Asawir University. It's a very good university. Inshallah, after graduating this university, I will go to the magister to this university. Qazaxıstan şagirdlərinin bizim universitetdə çox böyük maraqları var. Xüsusilə də neft-qaz fakültəsinə və onunla bağlı sahələrə və eyni ilə də informasiya texnologiyaları ilə bağlı bütün sahələrə həddən artıq çox maraq hiss etdim Qazaxıstan şagirdləri tərəfindən. Mən ümid edirəm ki, biz bu sərgidən əli boş qayıtmayacağıq və ümid edirəm ki, bizim qazancımız çox tələbələr olacaq Qazaxıstan məktəblərindən. Üniversitetimizdə olan fakültetlərdən bəhs elədik və onlar bizim universitetlərdə təhsil almaq istədiklərini bildirdilər. Сегодня очень красивая выставка происходит. Здесь разные кандидаты, разные экскурсии происходят. Мне очень нравятся все ваши кандидаты, мне нравятся ваши выборы. Сегодня мы проводятся разные университеты. Я бы хотела поступить, если получится. И всем желаю успехов, чтобы вы все поступили.